İllər ötsə də yaşlansan da çalış ruhun cavan olsun. Həyata sıfırdan başlasan da qoyma keyfin yaman olsun. Dərdi qəmi at elə, arada zarafat elə, kədərini mat elə, sən zarafat elə. Hər adamın yaşına görə sən zarafat elə. Hər yerdə başına görə sən zarafat elə. Hər adamın yaşına görə sən zarafat elə. Hər yerdə başına görə sən zarafat elə. Sən zarafat elə. Axşamınız xeyir olsun əziz dostlar. Sən Zarafat Elənin yeni il buraxılışına xoş gəlmisiniz. Geyimimdən də gördüyünüz kimi mən kosayam. Yox, kosa deyiləm. Şaxta babayam, bəli. Bu 2025-ci il bəzilərimizə düşərli oldu, bəzilərimizə düşərli olmadı. Amma 2026-dan çox ümidliyik. Gəlin arzu eləyək ki, bu 2026 hamımıza, Azərbaycanımıza düşərli olsun. İstəyirəm musiqili qonağımızı təqdim edeyim. Deməli, Azərbaycanın ən yaraşıqlı aktyoru, ən yaraşıqlı müğənnisi Şahini dəvət edirəm. Əziz dostlar, alqışlarımızla. Baxın. Necəsən? Axşamınız xeyir olsun əziz dostlar. Həmrəylik günü münasibətilə hər birinizi təbrik edirəm. İnşallah 2026-cı il xalqımıza, millətimizə düşərli olsun. Bol ruzi, bol qazanc, sağlamlıq arzu edirəm hər birinizə. Bu il sənət düşərli olub. Olub, niyə olmayıb? Sizin kimi insanları tanımışam, sizin kimi Səni Mənə Versələr serialının kollektivini tanımışam. Buradan da öz kollektivimizə təşəkkür edirəm ki, belə gözəl Səni Mənə Versələri və Sən Zarafat Eləni ərsəyə gətirib sizlərə çatdırırıq. Buna görə də... Bu arada, bu başında şaxta olan xanım, bizim gözəl aktrisamızdır. Bəli. Qalxın, siz də bir alqışlasınlar. Zeynəb Kəngərli. Mahnı gəlsin. Alqışlarınızla bugün biz əylənirik dostlar. Bataram yolumda inan her günaha, geceler düşmən açılan sabaha. Çıxsan mənim yoluma bir daha, dağlar sanki bu fani dünya. Səni məni ayırır, özümlə aparır, heç nə olmamış kimi. Səni görən kimi mən donup qalıram, itirirəm özümü. Səni görən kimi donur dilim dodağım, unuduram sözümü. Səni görən kimi mən donup qalıram, itirirəm özümü. Səni görən kimi donur dilim dodağım, unuduram sözümü. Bataram yolumda inan her günaha, geceler düşmən açılan sabaha. Çıxsan mənim yoluma bir daha, dağlar sanki bu fani dünya. Səni məni ayırır, özümlə aparır, heç nə olmamış kimi. Səni görən kimi mən donup qalıram, itirirəm özümü. Səni görən kimi donur dilim dodağım, unuduram sözümü. Səni görən kimi mən donup qalıram, itirirəm özümü. Səni görən kimi donur dilim dodağım, unuduram sözümü.
olmamış kimi. Səni görən kimi mən donub qalıram, itirirəm özümü. Səni görən kimi donur dilim dodağım, unuduram sözümü. Səni görən kimi mən donub qalıram, itirirəm özümü. Səni görən kimi donur dilim dodağım, unuduram sözümü. Yavaş-yavaş yığırlar məni orada. Artıq yığıldım. Şahin, Eyvallah. çox sağ ol gəldin. Dəyməz qardaşım. Çox təşəkkür edirəm hər birinizə dostlar. Həmişə belə pozitiv olasınız. Deməli, istəyirəm elə vaxt itirmədən səhnəciyimizə keçid alaq. Səhnəciyimizdə mövzu artıq mənim geyimdə də göründüyü kimi Şaxta babadır. Amma biraz fərqli yanaşmışıq. Düşünün ki, Şaxta babanın ailəsi var və biz onu canlandırırıq. Və Şaxta baba özü də Azərbaycanlıdır. Şaxta babadır da adı. Ailəsi də Azərbaycanlı, ailəsinin yoldaşı da Azərbaycanlıdır. Gəlin baxaq, Şaxta babanın ailəsi necə şən, necə mehriban keçir. Alqışlarınızla səhnəcimizə başlayırıq. Sən zarafat elə. Az deyə görüm az. Eləmə, qaratma mənə. Məni qarnla döyürsən, sən? Evdə qardan başqa bir şey keçir kəlimə. Yeni il günü məktub yazıb səni arzu elədiyim günə daş düşəydi. Bu arzular heç vaxt dəyişmir. Qulaq as. Nə pisdir ki, gül kimi qəşəng evimiz var, xizəyimiz var, maralımız var. Nə pisdir ki? Nə pis ki deyirik? Laplandiyada yaşayırıq, evimiz də buzdandır. Yaxşı da cəhizlikdə xaldenik gətirməmsən də, qava açmışsan. Nədir? Bax, bu qədər gözəl bizim qəşəng soyuq ocağımız var. Nəyin çatmır? Nəyim çatmır? Hə. İstiliyim çatmır. Soyuqdur, başa düşdün. Üşüyürəm, donuram. Az neyim, kombi qoşum ev ərisin. Mən sənə ərə gəlməmişdən qabaq bu ev 4 mərtəbəli idi. Sonraki illərdə düşdü 3 mərtəbəyə. İndi də 2 mərtəbə olub. Əriyə gedirik. Ərisin də, biraz ərisin, su olar, suda nəfəs almağı öyrənər. Mən neyim? Qlobal istiləşmə gedir də dünyada. Mənim günahım var orada. Sən heç nə eləmirsən, heç nə eləmirsən. Niyə bir insan ərinə çörək alda məktubla deməlidir, hə? Hə? Mən məktub olmasa arzuları yerinə yetirəmirəm. Mən o boyda ailəmi qoydum. Gəldim sənin yanına. İndi ölürəm burada soyuqdan. Az, o boyda ailəsini qoyub, o boyda ailəsini atıb gəlib mənim üstümə. Sənin ailən elə atılasa ailəydi. Sənin bacın Kosa ilə evlənib. Sənin maman divə ərə gedib, divə. Mən sizə elçiliyə mağaraya gəlmişəm. Səni atandan istəmək üçün 40 gün atanla dalaşmışam. 40 gün dalaşandan sonra bilmişəm ki, ürəyi quşdaymış. Quşu öldürdüm, səni aldım. Super Mario'dur bu. Gör, biz neçə ildir ki evliyiksən, heç bir yeni ildə mənim yanımda olmamısan. Ay qız, bunun çox məntiqli cavabı var. Mən Şaxta babayam, yeni il günü işləyirəm mən. 365 günün, 364 günlü mən bu divanda otururam, bütün gün evdəyəm. Bir gün işə gedirəm, onda da deyinirsən, sənə yaranmaq olmur da. Neyniyim, mənə dəxli yoxdur. Bu ildə mənim yanımda ol, yeni ildə bir gün o tərəfə at. Yeni ili bir gün o tərəfə atım? Hə. Yeni ili bir gün o tərəfə at, nədir? Yeni ili mən bir gün o tərəfə atsam, dünyada yeni il gecikəcək. Özdə bu nə məntiqdir? Mən yeni ili bir gün o tərəfə atsam, yeni il olacaq yanvarın biri, mən yenə evdə olmayacam da, işdə olacam da. Mənə heç bir dəxli yoxdur. Mənim bugün ailəm gəlir, sən də mənim ailəmin yanında olmalısan, o süfrədə oturmalısan. Mən gedirəm, uşaqlara hədiyyə verməliyəm, mən vəzifəmi yerinə yetirməliyəm, mən işimin başında olmalıyam. Gedirəm mən. Sən də deyirəm özünə bir normal iş tapmadın da. O vaxt elə bacım deyirdi, gəl səni keçənlə evləndirə. Kül mənim başıma, ağlım olmadı. Keçənlə desən də yumurta döyüşdürür də. O yumurta döyüşdürə. Özünə maşın alıb, ferma açıb, evi var. Bir də özünə bax, xizəkdən başqa heç nəyin yoxdur. Bizim də çörəyimiz xizəkdən çıxır da, nağayra. Gəlib özünə normal iş tapardın da. Heç olmasa xizəyə qoş taksiyə, taksabatlıq elə. Mənim xizəyimin ili köhnədir, taksiyə qoşanmıram.
Özdə nəyi pisdir ki, xizəkdir də. Səni aparıram göyləri gəzdirirəm. Oralı yuxarı göylə gedirik. Sən nə deyirsən ki, biz göylə gedirik. Yaxşı, olmur. Qulaq as, bir dənə söz deyim sənə. Papağım düşdü. Yaxşı oldu. Bu papaqla gəzməyi yığışdırmaya gərək evdə. Qulaq as. Mən çox üzr istəyirəm səndən, amma işimin başında olmalıyam. Mən getdim işə. Gedim yeni il gəlməlidir. Mən olmasam yeni il gəlmir. Gedirsən. Bax sənə deyirəm. Sən əgər çıxıb getsən, mən səndən boşanacağam, çıxıb gedəcəm dədəmin xarabasına. Oyda bu söz ilk dəfə belə çox yerinə oturdu. Doğrudan sənin dədənin xarabası var. Xaraba deyirəm. Hadi gəldilər. Gəldilər. Bacı, hoş gəlmişsən. Natarsan Kosa. Ay Kosa. Bu Bespantovu da salam vermir də. Ha, bilmirsən o mahnı oxumasan salam vermir. Ay Kosa gəlsənə. Gəlib salam versənə. Oo bacanaq! Nətərsən, nə var, nə yox? Yaxşı, sən nətərsən? Yaxşıyam. Sən nə əcəb evdəsən bugün? Nə əcəb gedib o pulsuz para sədiyyələrindən paylamamısan, hə? Yenə mən hədiyyə paylayıram, Sən hədiyyə alırsan, cəmaatdan. Dilənçi kimi hamıdan hədiyyə yığırsan. Utanmaz keçən dəfə TikTok açıb. TikTokda deyir ki, TikToka gəlsə də, canlıya şir atsana, balansı doldursana. Əzbərləmirsən ha? Deyəsən qayd elib baxırsan arada, hə? Əzbərləməmişəm, Keçən dəfə keçənlə sən PK-nı gördüm, saz qırmaqdan PK oynuyordunuz. Oradan yadımda qalıb. Oradan bu keçalardadır. Keçəl gedib Türkiyəyə. Niyə? Dedi özümə saç əkdirəcəm. Və buraxıram bu işlərin başını. Gördün? Saç əkdirir. Ona bax, bolamaya saçdan. Gəl bacı, gəl. Gedək sənə təzə otağımı göstərim. Əriməmiş. Düzdür, otaqlar əridir. Uşaq otaq elirdik, əridi. Oldu, bu nədir? Bu nədir? Qaynatamız dibi də gətirmişik də, o da gəlir. Mən doymadım, yeməyə nə var? Nə olub, bunda Bespontov, bir dənəsi adam salam vermir. Qulaq az, sən nə yedin, nə doydun, kişi? Həyatda 3-4 dənə maral var idi, bastım yedim hamısını. Mən marallarını yeyim, mən maşınımı yeyim bu. Sən marallara maşırım deyirsən, hə? Neçənci ildir sən o maralların? Bizə nə qədər ot yeyirlər? Məndə heç olmasan maraldır. Sən keçi sürürsən, hala, keçi. Qardaş, keçi sport sayılır. Sən bilirsən mən ona nə qədər drift eləyirəm? Əməli drift elədi. Qulaq az. Bu quş var ha. Mən bu quşu öldürmədim. Bu sənin ürəyin deyil, bu təzədən necə yaşayır bu? Mənim ürəyim deyil bu. Stent taxtırmışam. Deyirəm də, deyirəm. Nətənsən ürək? Yaxşı oğlan ürəyini quşa verməz. Amma nəysə də özün bilərsən. Mənlə məsələndir bu. Yox. Hindişka boğazı. Bu da səni basıb gəl. Basıb gəl. Bu söz gəlişi demir ha belə şeyləri, doğrudan yeyir. Mənim toyumda afisiyantımın cibinə 5 manat bastı. Sonra afisiyantı yedi. Özlə mənə duşet süzürdü həmin vaxt afisiyant. Mənə də süzürdü o duşetsə. Deyirdim, dəyiş belə yarısı yox idi, yenə süzürdü. Qulaq as, bu maralları bastım yedim, bunun biri xıttəyimdə ilişib qalıb. Su var içməyə. O babindəndir. Su, bir dənə gözlə. Gözlə, mən bilirəm sən deyinəsən. Yemə. Ala get bundan su süz, özvə iç. Buna bax. 100 ildə aşüzən variantını yeyir də. Üləyim düşmüşdü. Ürəyini yerə qoyma. Bu kim idi? Qaynanamdır da. Süpürgəni saxlamağa yer tapa bilmir, fırlanır bəyəxdən. Qaynanas fucking qaçmaq yadından çıxmasın! Yəqin açar. Yəqin açar, hə. Necə idi bacı? Otağımız xoşuna gəldi. Yaxşı idi, amma elə bil biraz pəncərələr böyük idi. Bir də deyəsən mətbəxlə dəhlizin arasını açmısınız.
Ay qız, o pəncərə deyildi, divar idi əriyib. Evdə hər şey əriyə-əriyə gedir, arası açılır. Az da gəlmişkən ailən də gəlib. Xoşbəxt bizim bu soyuq yuvamızda oturun, əylənin. Mən getdim yeni ili qarşılayıb. Hara gedirsən, hara gedirsən? Mən kimsə tutub. Kim tutub? Hə, yoldaş. Hə. Danışdıq axı bunu, evdə olacaqsan bugün. Ay qız, mən gedib yeni ili qeyd eləməliyəm, axı cəmaət mənə gözləyir. Bu mənim bayramımdır. Siz başa düşmürsünüz. Bu bayram mənə özəldir. Sən yeni ilə bayram deyirsən. Bayram mənim bayramımdır. Sən ki, nədir yeni il bir gün olur ki, ötür keçir, heç bilmirsən ki, nə baş verir. Mənim bayramımın öncədən anonsları olur. Gün çərşənbəsi var, su çərşənbəsi var, ot çərşənbəsi var, torpaq çərşənbəsi var. Sonra da 4 gün cəmaət bayram eləyir. 19, 20-si, 21, 22-si. Bu nədir, elə bir konsert versən? 19, 7-si, 21. Hə, istəsəm konsert də verərəm də. Novruza aid bilirsən nə qədər mahnı var. Nə qədər mahnı? Məsələn, Novruz gəlir, yaz gəlir, bir əlində saz gəlir. Bir əlində xonçası, açıb gülün qönçəsi. Bülbül avaz dayan da, bülbül, oxu axıra qədər. Mənim də mahnılarım var da. Nə mahnım var? Süt kimi aqar ilə, çoxlu bar ilə. Süt kimi aqar ilə, çoxlu bar ilə. Qış ilə, bahar ilə. Zindəyəm köməklə. Düş. Yenim. Düş. O nə mahnıdır? Bax, o mahnının sözlərində baharın adı keçir. Heç orijinal deyil. Bax, Novruzun orijinal mahnıları var. Nə? Şəkər bura, paxlava, bəzək verir xonçaya. Bahar necə yaraşır Azərbaycana. Hey! Bizdə, məndə də var da şey. var? Jingle bells, jingle all the way. La 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 sözdən bilmirəm. La 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 la. O xarici də o keçmir bu söhbətə. Onda Azərbaycan şey var. Nə var? 21 qar yox gözlə. Yeni ilimdə səni sev. Yox, Elə mahnı yoxdur. Mən qar qızıyam. Yox. Gözlə mən sənə kömək eləyim. Sən alplərə mahnı oxuyum. Ha, kömək elə. Şaxta baba nə var yenə? Söz dedim keçən il sənə. Ah ki sən nə sırtıq adamsan. Əynivə mahnı. Hə, bu nə mahnıdır ya? Ayıb da. O boyda uşaqları sevindir. Bütün dünya mənə hörmət edir. Sırtıq adamsan nə də? Utandım ya ki. Bu mahnı mən eşidəndə çox pis olmuşdu. Mən o boyda uşaqları sevindirirəm. O bu dişilirəm bax. Bacanaq, bilirsən nətərdir? Bax, sən qəbul eləməlisən ki, səni artıq istəyən yoxdur. Heç gözləyən də yoxdur. Sənə inanmır bu insanlar. Düz deyirsən. Düz deyir. Artıq o əvvəlki yeni il havası qalmayıb. Daha bacadan girib evə hədiyyə qoymaq olmur. Amma Navastroykada qalır. Qapıya da kod qoyublar, içəri girə bilmirsən. Əvvəllər hamı əl-ələ verirdi, deyirdi ki, Şaxta baba, Şaxta baba, Şaxta baba. Mən də gəlirdim. İndi heç nə demirlər. Əvvəl ancaq məclislərdə, yeni illərdə, tədbirlərdə Şaxta baba olurdu. İndi mənlə bir yerdə Maşa Midvet də gəlir. Halk gəlir. Iron Man gəlir. O bir dənə baş aşağı gedən şey var, panda. O gəlir. Əvvəl mənə deyirdilər ki, ay Şaxta baba, dəyənəyini yerə vur, yolkanı yandır. İndi yolkanı Spider-Man yandırır. Yax, mənə istəyən yoxdur. Düz deyirsən. Sən nə tez belə həvəsdən düşdün? Keçənlə belə deyildi, biz dirəşirdik, biraz bəlkə danışaq yenə, biraz müzakirə. Haqlı tərəflərim var da, çox haqlı tərəflərim var. Həqiqət deyirsən? Hey, mən belə baxıram ki, arvad düz deyir. Mən çıxıram pensiya. Hə? Yeni ildəki gətirmirəm. Neyinirsən? Altdan şalvar geymişəm, qınar tam, qox. Mən bir dənə WhatsAppda qar qızına səs atım. Qar qızı. Mən hədiyyələri paylanmayacam. Gedib özün uşaqlara hədiyyəni verərsən, yeni ildə sən eləyərsən. Mən eləmirəm. Axır ki, mən deyənə gəldin, çatdın, hə? Gəldim, çatdım, hə, evdəyəm, gözün aydın. Onda gəl televizor açaq, qəşəng bayram proqramları gedir, baxaq, əylənək biraz. Baxaq, görək, nə gedir. Qar ərimiyib, belə də. Əriyən qar deyil. Evin buzundan əriyər. Salamlayıram hər kəsi. Mən Beynəlxalq Bayramlar Komitəsinin sədri Bayram Bayramzadəyəm. Hamınızı xoş gördük. Amma
aldığım son məlumata görə Şaxta Baba müəyyən səbəblərə görə işə çıxmayacaq və ona görə də 2026-cı il ləğv olundu. Hamımız 2025-ci ildə qaldıq. Məsələn, yeni il olmayacaq. Yox, De sən öl. sən öl. Bu televizor danışır ki məndən. Otur, kosasan mən də Şaxta babayam. Burada hər şey ola bilər. O Yeni il olmayacaq. Qaldıq. qaldı Daya ne onda 2025'te. belə çıxır ki, Novruz da olmayacaq. Ay kişi nə danışırsan? Ay Kosa, nə Novruz olmayacaq? Evin hər yerində səməni düzəltmisən ki, Novruz bayramında satarıq. Bəs biz o qədər səmənli neyniyəcəyik? Mən onu qabaqçıdan fikirləşmişəm. Tofiq Bəhrəmov stadionunun o törtüyü hərdən pis gündə olur axı. Səmənləri satarıq, ora düzəllər yerə. Hepsi o da ala. Ay bir dəqiqə dayan ne? İndi 2026 girməyəcəksə, deməli mənim seriallarımın yeni sezonu olmayacaq. İndi mən bilməyəcəm Cihanla Aliyan axır necə oldu. Dərdə bax. Cihan ailə nədir? Mağaranın ipotekası bu il qutarırdı, indi o qutarmayacaq. Siz mağaranı ipotekaya götürmüsünüz. Yox, mən nəyə götürmüşəm? İpoteka götürmüşəm də. Ay qulaq as, o mağaranın heç olmasa qapısını düzəltdirərdiniz. 40 dənə qapı var ya orada. Ay biz sizə qonaq gələndə o 40-ın açana qədər yoruluruq. Bir dəfə dayımdan gəldik. Dayım 23-cü qapıda yox oldu. Qaldı arasında qaldı. Nə oldu? Ben tapan biri elədi kişini. Şaxta baba. Mən bayaq deyirdim sən o sözlər. Onların hamısı zarafat idi. Mən sənə zarafat. Nə zarafat? Bir dənə söyləyib, sən çox vacib adamsan. Nə bilim. Gəl, sən işə çıx. Yeni ili bizə gətir. Zor dedi, sən o bu yeməlidim onu Ha, yeməlidim. deyən da. Uzaq eləyim məndən, məni basmayacaq. Deyən da deyən. Bilməliyim də səni. Ha, bilmədiyim nədir ya? Bu lülə zatdır. Otur dayan orada. Narahat olma, qoymayacam yesini, qoymayacam. Mən yeni ilə girmək istəmirəm. Mən işləmək istəmirəm. Mən pensiyadayım əziz dostlar. İşləmirəm. İşləmirəm də. Kosa, ay Kosa. Kosa, eşitdiklərim düzdür. Şaxta bu işləmək istəmir. Yeni il olmayacaq. Düzdür, cırtdan. Dedi, pensiyaya çıxacam. Ay Şaxta baba. Can cırtdan, eşidirəm sən, cırtdan. Bu nə ayaq üstə yatır ha? Mən həmişə soruşurdum ki, kim yatmış, kim oyaq. Deyirdi, hamı yatmış, cırtdan oyaq. Bu neçə ildə oyaq deyində, ayaq üstə ona görə yatır da. Mucadəm sənə Amma həmişə istəyirdim ki, bunu yeyim. Sən can qoymamı basmadayım. Yo, mən yatmamışdım, ölgülüydüm. Qoyma mənə yaxın. Xahiş edirəm, qoyma. Şaxta baba. Ay Şaxta. Eşidirsən? Şaxta baba nə olacaq? Daşı töşətəyindən çıx, bu gün işə nə olar? Yeni il qoy gəlsin. Mən boyumdan müalicə alıram. Həkim demişdi ki, sənin bir ilə boyun uzanacaq. İndi olmur o il. Mənim boyum belə qaldı. Şaxta baba. Mırıldayır ha. Qulaq as. Eşitsən, yaxşı sakit. Qulaq as. Bax. Başa düşürəm sizin dərdlərinizi, amma mən bağışlayayım, mən pensiyadayım. Cırtdan, nəsə elə də cırtdan, sən yaxşısan belə Mən şeylər. bilirəm səninlə nətər danışmaq lazım. Hə. Musiqi zəhmət olmasa. Yo, yeah. Mən cırtdanam, boyum qısa, sözüm uzun. Mən cırtdanam, nağıldan gəlmişəm, gəl səsi qulaq as, bu balaca gəlir. Mən cırtdanam, amma benim turbo, sözüm ateş açı, qaçmağa yer yoxdur. Brrra, brrra, sən olmasan yeni il gəlməz, sən olmasan şam ağacı sadəcə ağaçdır. Brrra, gecə soyuq evlər səssiz, uşaq baxır pəncərədən gözləri ümidsiz. Hayat odur kürəyini düzəlt, gəl, bu gecə sənin gecədir, Şaxta baba gəl. Şaxta baba qulaq as bir an, bu səs balacadır amma dərdi yaman. Sən olmasan yoka depressiyada, bəzə yasılıb amma ümid yox axadadda. Uşaq baxır qapıya, qapı baxır uşağa, listen up baba gəl. Brrra. Bir gecəli işdi sonra yat il boyu. Qar yoxdursa möcüzə hardan gəlsin? Sən olmayanda bu gecə niyə sevinsin? Sən hədiyyə deyil, sevən sən ümidlisən. Bir gecəlik sevinç, bir ilin nəfəsisən. Sən olmasan New Year, don't drop, clock stop, world freeze, full stop. Sən olmasan şam ağacı, just food, lights off, vibes that not go. Hey, from Baku to the globe, let us know, kids screaming your name. Ho, 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 yeah.
no joke, no play. Bu gece senin gecenin Şaxta baba gel. Yey! Oo, bravo. bravo. Nətər idi Şaxta baba? Əlaydı. Mənim xoşuma gəldi. Mən yeyim də onu. Ha, deyən da, bir də deyən. Əlaydı, amma ətər deyimi. Biraz belə xoşuma gəldi, amma yenə də fikirləşirəm ki, yaxı, yeni ilə gəlin. Nətər yox, Cırtdan, bax, sən də gəldin. Bunu fikrini dəyişdirə bilmədin. Biz neyniyəcəyik? Nə bilim. Nə Cırtdan, sizin hamınızı çox istəyirəm, amma mənim bu fikrimdən daşındırmaq üçün ən sevdiyim aktyor Elməddin Cəfərov da gəlsə, mən fikrimi dəyişən deyiləm. Üzr istəyirəm. Qapınız ərimişdi deyin, daha döymədən girdim. Nətərsiz xoş gördüm. Elməddin Cəfərov! Öyle təəccüblər söylə, hamınız normalsınız, bir də anormal mənəm də burada. Biriniz kesasınız, çosasınız, nə bilim, divsiniz. Nətərsiz, neyinirsiniz? Yaxşıyam, görüm əsil sən. Əsildir ya. Əsil Elməddindir. Nə dersin? O nədir? Kuş neyniyir? Mənim ürəyim də sizin zarafatlarınızdan ürəyim gedir. Alım kuşum uçurdum səni. Qəşəng də. Qəşəng. Nətərsən, Yaxşıyam, sən necəsən? Belə də, Yaxşı alasan. pensiyadayım, daha çıxmaq istəmirəm işə. Yəni əslində çıxmaq, yəni düz deyirsən. Elə sən pensiyalıq adamsan, amma bizi də fikirləşdə. Sən pensiyaya çıxsan, gör bizdə nə olur. 2026 gəlmir. 26 gəlməyəndə təzə model maşınlar çıxmır. 17-18 telefon modelləri var, onlar çıxmır. Risovqalıq ölür. Mənim işim batır. Yeni sezona başlaya bilmirəm. Bu boşun işdir də. Sən bizə ziyan vermək istəyirsən, hə? Düz deyir, məntiqlidir. Mən belə fikirləşməmişdim. Onda kesən işinin başına, mən gedirəm serialın çəkilişinə. İşini gör, mən getdim. Elməddin müəllim. Day, bura qədər gəlmişkən, deyirəm, Kosanın da payını verərdiniz də. Ağzımın payını verərdim sənin. Cəmaatın Şaxta babası hədiyyə paylayır. Sən niyə bizi görəndə pay padarka istəyirsən? Bir əl açıqlığın olsun da. İşləyirik, həvəsdən düşmürük, işləyirik. Yaxşısınız. Elməddin gəlməyə əla oldu. Mən o serialda eləməsə cəmaata pul verənməz, işsiz qalarlar da. Mən fikirləşdim ki, mən işə çıxmasam nə qədər faciə olar. Çox böyük faciə olar. 2026-da çox insan ümidləri var. Onda mən qərar verirəm ki, yaxşı, işimə başlayıram. Amma bir şey deyim, işimə başlayardım prosto. Əslində onsuz da qar qızına demişəm də, qar qızı hamısını eləyir də. Niyə narahatıq ki? Qar qızı bütün hədiyyələri paylayır da. Şaxta baba! Boy! Şaxta baba! Qar qızı? Şaxta baba, Nə oldu? bilmirəm sənə necə deyim, xizəyi vurdum. Bu hava boşluğunda xizəyi hara vurdun? Nə tapdın sən göydə? Mən də bilmədim, reska qabağıma durna sürüsü çıxdı. Mən də durna sürüsünü vurmamaq üçün getdim, girdim bazara. Nə bazarı? Qarğa bazarına. Sən demə göydə qarğalar bazara çıxmış. Heç nə belə maraqlıdır, hə? Maraqlıdır. Elə də maraqlıdır. Bir də ki, Bir şey deyim. hədiyyələr dağıldı yerə. Hədiyyələr dağıldı yerə? Bilmirəm, bu qarğaların göydə bazar asmağına təəccübləndim, yoxsa hədiyyələrin yerə dağılmağına təəssüfləndim, mən. Mən nətər edəcəm, yeni ilə də az qalıb, Biz 5 dəyə qalıb yeni ilə. Mən gedim onda hədiyyələri yığım da bu Biz sənə uşaqlar kömək yazır. eləyərik. Doğrudan deyirsən, hə? Hə, həyatım. Bu şeylərin bura gəlməyində səbəb bizik. Hə? Biz hamımız bir olub, həmrəy olub, yeni ili qaytararıq. Nə yaxşı. Gəldi. Axır ki, süpürgəmi parkovka eləməyə getdim. Əla. Onda biz gedək. Sən də get süpürgəni xodda. Gedək yeni ili xilas eləyək. Getdik! Ay, tomatın ürəyini ver. Cesi tut onu, Cesi. Kız Cesi. Sən zarafat elə. Təşəkkürlər. Deməli, əziz dostlar, bu səhnəcikdən sonra bizim yenə fərqli səhnəciklərimiz var. Amma bugün bizim musiqili qonaqlarımız da var, əziz dostlar. Mən istəyirəm sizin alqışlarınızla musiqili qonağımızı, Respublikanın əməkdar artisti Yusif Mustafayevi sizin alqışlarınızla salam edin. Hər vaxt xeyir olsun. Erkin, nə gözəl
Mən birinci bura gəlirəm. O qədər mənə ləzzət verdi və pərdə arxasında olan o dostlarımızın arasında mehribançılıq çox məni valeh elədi. Bilmirəm, rəhbərliyiniz qarışıb bütün personala bir alqışlar gəlsin. Təşəkkür ederim. Və mən elə arzularım, arada gəlib üstün bu tədbirdə iştirak edeyim. Yusuf müəllim, sizə bir rol vermək istəyərdim. Məni Ergin qaytardınız neçə illərdən bundan qabaqda. Belə tədbirlər olardı, bölgələrimizdə olardı, insanlar mehriban olardılar. Nə gözəl, bilmirəm, çox yenə gözəl qayıtsın. Gəl alqışlayaq, yenə qayıtsın. Bəli. Və istəyirəm ki, dünya Azərbaycanlılarının Həmrəyə günü münasibəti ilə xalqımızı, millətimizi, mən həmişə harada olsam deyirəm, qalib Azərbaycan, qurban Azərbaycanın adına bütün yerimiz mübarək olsun. İnşallah xoşbəxt yaşayalım. Yaşasın qalib Azərbaycanımız. Var olasın. Yusuf müəllim. Sağ ol. Can deyir, daha çox Yusuf müəllimə bənzəyir. Yusuf müəllim! Yusuf müəllim, mən də sizə öpürəm Yusuf müəllim. Yusuf müəllim, yeni il necə, 2025 necə keçdi? Çox yaxşı keçdi mənim üçün, sözün düzü. Çünki əmin-amanlıqdır, qardaş. Belə bir ataların deyimi var. Deyir, eşələnən toyuq ac qalmaz. Qardaş, əziyyət çək, bəhrəsini. Yoxsa, mən oturum evimdə, deyir, Allahdan buyruq, ağzıma quyruq. Allah deyir ki, ay xaric, istəyirsən bir ürəyin təzə balıq istəyirsən, heç çayın qırağına getdi. 100%. Düz deyə yox. Bəli. Ona görə hər şey gözəl oldu. Mən gözəldir. Allah qoy xalqımız da hər şey gözəl eləsin. İnşallah. Amin. Amin. 2026-dan nə gözləyirsiniz, bax? Elə bir dənə mən əsas gözləyirəm ki, sağlam can sağlıq olsun. 100%. Sağlam can sağlığımız olsun. Valla bir gün az, bir gün tox eybi yoxdur. Əsas sağlam can sağlıq olsun. Və şükür Allah, Azərbaycanımız bu dəqiqə bütün dünyaya səs salıb. Elə belə xoş günlərimiz olsun inşallah. Gəl alqışlayaq, gözəl fikirlərdir. Yusuf müəllim, mahnı oxuyacaqsınız da bizim. Bir mahnı oxumaq istəyirəm. Elə bu il ayrıcı deyin, deyir, nə qazandıq, nə itirdik ömrümüzün yollarında. Çalışağın, həmişə çalışağın, o mənəviyyəti deyirlər, maddiyyəti demirlər. Çalışağın, yaxşılıq qazanağın. Allah var eləsin, mahnımız gəlsin, zəhmət olun. Alqışlarla. Geçer geçeyler
Ah ne kazandı ne yitirdi ömrümüzün yollarında. Ne kazandı ne yitirdi ömrümüzün yollarında. Hatiredir baştan başa güzel dünya bir tamaşa. Çok arzumuz değdi taşa ya ömrümüzün yollarından. Hatiredir baştan başa güzel dünya bir tamaşa. Çok arzumuz değdi taşa ya ömrümüzün yollarından. Bravo! Var olun. Ergin, sənin qadaları alım, hamımızın qadasını alım. Bir balam kimi deyirəm hamımıza. İnanın, məni qaytardınız. 30-35 il bundan qabaq günlərə qaytardınız. Allah sizin ömrünüzə bərəkət versin. Mən sizi çox alqışlayıram. Sağ olun, çox sağ olun. İnanın, mən bu dəqiqə elə bir şey xəyallardayım. Yəni, mən belə bir səhnə görəcəm. Belə bir insanlar mehriban əyləşəcək. Biz həmişə belə görmüşdük. İndi gəlib çıxır o ekrana çıxır, efirə çıxır. Bu bununla dalaşır. Bu bununla söyüşür. Bununla üzümüzün abrımız da qalmıyor bala. Sizə qurban olun. Buna görə istəyirəm. İcazə özlə bütün sizin kollektivin adından bir daha sağ ol deyəm və sizləri dünyaya gətirir o anaların, o ağbirçək anaların əllərindən öpürəm. Bir ana maası oxuyam. Bir ana maası oxuyam. İcazə ilə. Lütfen, buyurun, icazə verin. Biz sizdən lap Allah var eləsin. Yaşasın Azərbaycan anaları bala. O qəhrəmanlarımızı dünyaya gətirən anaların qarşısında baş əyirəm bala. Var olun. Seller sular yuyup aparmaz. Denizin gülüşü ağ dalgalarda, gölün güzelliği sonrasındadır. Denizin gülüşü ağ dalgalarda, gölün güzelliği sonrasındadır. Karsalı bir garı çevalarda, ananı bir garı balasındadır. Karsalı bir garı şu kayalarda, ananı bir garı balasındadır. Şirin dadlı kelimesi kim bilmez ananın
şemalarda Ananı vüqarı balasındadır Qartalı vüqarı göy şemalarda Ananı vüqarı balasındadır Var olun. Sağ ol, dostum, sağ ol. Bağlıdır. Əmi, düzünü de ən yaxşı kim oynadı burada? Elə hamımız yaxşı oynarız, amma burada bir söz var, analar onu bilər. Deyir, qartalın vüqarı şuq qayalarda. Qartal həmişə dağlarda olur. Ananın da vüqarı balasındadır. Ay Allah, sizə baxın. Var olun. Allah sizi qorusun, bala. Sağ olun, təşəkkür edirəm, çox sağ olun. İstəyirəm növbəti musiqili qonağımızı çağırım, əziz dostlar. Bəli, xanımdır. Bəli. Və sizcə kimdir? Aha, Çinarə. Bəli. Gəlin alqışlayaq və Çinarə xanımı səhnəyə dəvət eləyək. Çinarə. Ah! Xoş gəlmişsən. Necəsən? Yaxşı, siz necəsiniz? Biz də yaxşıyıq. Salam, hər kəs salamlayıram. Xoş gördük. Bizə bir dənə musiqi hədiyyəsi. Tamam. Alqışlarla. Bravo! Çinarə xanım, çox sağ olun. Ötürəm sizi. İndi istəyirəm səhnəciyimizə keçid alaq, əziz dostlar, alqışlarınızla. Yorulmamışsın. Deməli, səhnəciyimizdəki mövzu nədir, əziz dostlar? Yox deyə bilməyənlərin başına gələn bir bəladan danışırıq, əziz dostlar. Bəli. O qədər yox deyənməyiblər, görün başlarına nə gəlib. Alqışlarınızla bu şən səhnəciyimizə keçid alırıq. Kızım. Ay kızım. Gel vatanın yanına. Kızım, ay kızım, gel seni verim şoförə. Yox dədə qurban sənə, mən getmərəm şoferə. Kızım, ay kızım, gel seni verim bərbərə. Yox dədə qurban sənə, mən getmərəm bərbərə. Kızım, ay kızım, gel seni verim fəhləyə. Yox dədə qurban sənə, mən getmərəm fəhləyə. Mən elə də bilirdim, səni verirəm zənginə. Qızım, atanı bu bayram günündə çox əsəbləşdirmə. Mən səni əskər yoldaşımın oğlu ilə evləndirəcəm. Vəssalam şu tamam, özləri də çox zəngin, çox varlı adamlardır, uzatma. Ay ata, mən bayaqkilara kasıbdılar deyə yox demirdim. Mən belə fəhləyə də gedərəm, bərbərə də gedərəm. Mənim öz istədiyim var axı. Belə deyiblər də, qızı öz başına qoysan, ya zurnaçıya gedər, ya halvaçıya. Ay qızım, o sən deyən oğlan nə işlə məşğuldur? Zurna çala-çala halva düzəldir. Qızım, sən gəl atayla məzələnmə. Bax, sənə deyirəm mən, atayla məzələnmək olmaz. Mən Qəzənfərə söz vermişəm. Biz Qəzənfərlə əskərlikdə olanda biz bir yatıb, bir yeyib, bir dururduq. Biz oyla bir-birimizə əhd elədik ki, gələcəkdə qohum olarıq. O gün də Qəzənfəri görmüşəm. Söhbət edəndə Qəzənfər mənə dedi ki, ay Eldar, oğlum var yoxsa qızın? Mən də dedim qızım. Dedə, nə yaxşı, mənim də oğlum var
Vəssalam şu tamam. Qızımı alıram oğluma. Ay mən də indi ona yox deyə bilmirəm də. Qızım başa düşdün məni? Vəssalam. Ata, indi sən Hə. yox deyə bilmirsən deyə Hə. məni heç tanımadığım, görmədiyim, sevmədiyim bir adama sırf varlıdır deyə öz prinsiplərinə görə ərə getməyimə razı olub həyatımı qaraltmağına razı olacaqsan? Hə. Ata, Hə. əgər sən məni istəmədiyin bir adama versən, Hə. mən özümü öldürüb toy günü qaçacağam. Ay qızım sən o eləyə bilməzsən axı. Eləyərəm ata. Ben nətər eləyəsən, özünü öldürəndən sonra nətər qaçarsan. Bax qızım, biraz məntiqlə düşün, ağıllı ol. Bax, ailə quranda da, bax, məntiqlə ailə qurmaq lazımdır. Başa düşürsən qızım? Ha? İyi ata. Nə iyi Səndən də ata? mübahisə eləmək olmur, heç nə ilə razılaşmırsan. Kaş anam sağ olardı. Dalaşmayın. Sağ olardı anam. Kaş. Səni fikrindən daşındırardı. Qalmışıq dələlə. Nəyə dalaşırsınız 5 günlük dünyadan ha? Qırışmayın. O dünya bizim için 5 günlük diye, sənin üçün də öyle o. Sənin üçün 1-2 gündə onu da idman azadından tartırsan. Qızım, eşitirsən məni. Əgər sən həqiqətən də istəmirsənsə, narahat olma. Mən Qəzənfər gəlsin onlara yox deyəcəm. Doğrudan? Doğrudan deyirəm. Sən ağzıma öyle soxmusan ora. Bala, ahıl dişim çıxır, yeri qaşınır. Oy, ay qaynana, ay qaynana. bu deyəsən təzdən uşaqlaşırsan, sən ha? Bu yaşda o ahıl dişin nədir çıxır səndən? Ma bax, Eldar, Hə. burada bir qazan hədih pişirmişəm. Apar onu məhlədə payla. Sən halvavı paylamalıyam, mən hədik nə deyim? Mənim yaşayışım indən sonra başlayır, hələm. 40 ildən sonra azad cür kimi həyata atılmışam. Gör babam mənə nətər baxıbsa, mən qocalmışam, yaşımı vermirəm. Sən mənə neçə yaş verərsən? Mən şəxsən sənə 90 yaş qəti vermirəm. Görsən, neçə versən? Bəli, düzdür, pasportunda 90'dır. Aha. Amma mən sənə maksimum verərəm 89. Üzümlər. Maksimum. Nədir ki? Demə də, demə. Niyə deməyim? İntihar eləyər bir də. Hadi heç də eləməz, ona heç də olmaz. Vay dədəm, vay. Canım Qaynana nənəm, evində qalmışam. sənin bu 71 illik sevgi məcaran niyə bitdi ki? Xəsiyyətimiz tutmadı. O nə tez ayıldınız, hə? Siz bunlar xasiyyət tutmadı. Vay dədəm, vay. Ondan sonra biraz da gözləyər. Elə bir xəmir zad yoxdurlar, gəlməyini gözləyirlər bunları. Qızım, sən bax bu bədbəxtçilikdə oxşamısan biz tərəfə. Kaş sən də bax qızım, bax sən özün bax çox ağıllısan, kamallısan, gözəlsən, qabiliyyətlisən, qanacaqlısan. Amma kaş qızım, sən oxşayardın bu nənəvə. Bu elçilər də gəlib səni görüb yox deyərdilər. Bir onun sifətinə bax sən canı. Qırışıb, büzüşüb, çiftlənib. Onu kim alar öz oğluna? Boy. Nə olub əma? Nə olub ma? Ha? Sən heç bilirsən mənim vaxtında nə mühəndislər, nə həkimlər, nə prokurorlar istəməyiblər heç biri. Boy. Bir dənə babası istədi bunun. O da məni qoşuldu, qaçdı. Sonra da bezdi özü həyatımdan başını götdü, getdi. Mən sizin bildiyiniz arvadlardan deyiləm. Mən 70 il 6 ayın gəlini olmuşam. Vay dədəm, vay. Qızım görsən də nənədir. Görsən də sənin nənən kişi qaçırtmaq üzrə mütəxəssisdir, mütəxəssis. Bir dəqiqə dayandı. Ağlıma gözəl bir dənə fikir gəldi. Nə fikir? Qızım sən keç bu yana. Sən deyən yerində, sən deyən yer, sən sudur qaça tutacaq tərpənən kimi yenə də. Diqqətlə qulaq asın. Deməli, indi biz belə qərara gəldik ki, qızım, mən səni vermirəm Qəzənfərin oğluna, düzdür? Onda bax, belə bir iş görürük. Bir dəqiqə dayan, dənəb. Deməli, bax, qızım, nənənlə sən yerini dəyişirəm. Nətər? Bax, onlar gələndə siz girirsiniz evə. Aha. Siz otaqda olursunuz. Mən qızımı çağıranda sən gəlmirsən, sən gəlirsən. Olsun sən kimdə ala qoy, onları yox deyib çıxıb getsinlər də. Nənişko, Hə. razılaşarsan. Bundan gözəl şərt mən nə deyə bilərəm ki, qızım sənə? Əslində mən onu çox yaxşı başa düşürəm. Çünki illər öncə 70 il 6 ay mən də sevmədiyim adama ömrümü qurban verdim. Amma bu günlərim sevdiyim bir cinəvəmə görə həyatımı qurban verməyə hazıram. Bax, belə nənədən kimin ciyər, belə nənədən kimin ciyər?
Daha cəmaatı içində dişimiz adlı qurdalayıb eləmədi, ha, bildirlər. Onsuz belə baxın. Gəldilər, mənə baxın, keçin otağa, keçin otağa. Mən deməmiş gəlmə, qaynana, başma dönüm səni. Yenə də gələrsən belə. Keç ora. Vay qədəm. Vay, ay Qəzənfər, ha, xoş gəlmişsiniz, bayrağımız mübarək olsun. Ha, sizdən bahəm, bundan nə təsiniz? Az gördüm, deyirəm, qapıları budur da, inanmırsan ki, bu deyil. Nə bilim, bizim fermadakı tövlənin qapısı da belə idi. Dedim, birdən səhv girərik. Qəzənfər, daha biz olmuşuq quda. Belə yerdə şair nətər deyir. Xoş gəlmişsən, ay qudam, ay qudam, ay qudam. Gəlişinə çox şadam. Ay qudam, qudam, sən ürəyim səni mənim. Bu ildə belə əsgərlikdə də belə idi. Musiqi rotasındaydı, deyər, nə gəldi, mahnı şappıldadırdı. Yadımdadır, komandiri görən kim başlayırdı. O yana döndər məni, ay bu yana döndər məni. Bir dəqiqədən, ay Qəzənfər, indi komandir də bizi sağa sola döndərirdi, ona görə deyirdim də. Əskərlikdə deyirsən, qoy birində mən deyim, amma gülməsən canı. O gün ki biz görüşdük, qarşılaşdıq. Səni daldan tanıdım. Amma Qəzənfər, biraz şübhələndim. Nədən? Yox, dedim, sən yoxsa sən deyilsən, amma mən bilirəm də sənin dəqiq necə sən olduğunu biləcəm. Sən o dəqiqə soyadımı çağırdın. Bax, belədimi? Məmmədov! Ya. Elə orada da o qaçlı arvadın əlindən süpürgəni götürü süpürdün. Yaşda yekək ki, sən arvadın yanında sənin söhbətlərini atsan. Yaxşı, gəl əyləşin. Bayram günü gəlmiş, yensiliyə gəl otur görək Allah alsın. bunu da qoyar süpürü yerə. Buraya da verdin mənə. Ay bacı, pul niyə verirsiniz mənə? İndi elçiliyə gəlmişik də, şokoladla gül alacaqdıq. Sonra dedik, birdən pula ehtiyacımız olar. Dedik, elə verir, özünüz nə istəyir salarsınız. Nə xəcalət idə verirdiniz. Qoy bunu qoyum qalsın burada. Xəcalət çəkənə oxşamırsan. Nətərdir vəziyyət? Bomba kimi nətər olacaq, İldar. Elə dağıtmışdım sənin üçün. İnanırsan, yaxşı oldu, rastlaşdıq. Çaylar gəldi. Bu nədir? İldar, neynirdin bir dənə çaya görə animator tuturdun, elə qız gətirərdi da. Animator deyil, ay Qəzənfər. Qızımdır. Qızındır? Bəli. Adın nədir qızım? Qarqız. Qarqız. Bu qarqız yox, elə bir qarmış qızdır. Eldar o mənada demir. Deyir, yəni qız biraz elə bil yaşlıdır da. Qızın səndən böyükdür. Qəzənfər, bu həyatdır da. İndi həyatda deyirləri bir göz qırpımında gəldi, çəkdi. Ay bir dəfə gözümü yumdum, açdım, gördüm, qızım qocalıb getdi. Evdə qaldı da, mən neyiniyim qardaş? Sən gözünü yumanda elə bil babat yuxuya gedibsən, ha, bu 7-8 il. Ay Eldar qardaş. Bəli. Siz ildən neçə dəfə gözünüzü qırpıb açırsınız ki? Sözün düzü, bax, gəlin bax belə deyim də sizə, olanı deyəcəm. Bax, bu qızın, bax, bir dəfə nə dalınca gələn oldu. Pis dövrdü da. Bəli. Nə bir dəfə qapımızı döyən oldu. Pis dövrdü. Nə bunu istəyən oldu. Nə bunun dalınca bir dənə fit çalan oldu. İnanırsan, qardaş, heç olmasa gözlədim ki, bir nəfər bunun adına söz çıxartsın. Pis dövrdü da. Verim getsin. Amma tam sənmi deyim, adına söz də çıxardan olmadı. Ona görə də, qardaş, mən örgəşmişəm bunun evdə qalmağına. Mənim üçün heç bir problem yoxdur. Əgər belə də bəyənmədirsə, mən incimirəm. Qardaşsanı incimirəm. Siz gedin bayramı öz evinizdə keçirin, narahat olun. Mən incimirəm. İncisən məndən pis adam yoxdur. Narahat olmayın, gəlin keçin. Yox, Eldar, mən hara yola salsın? Bəyəndi, Eldar. Bizə də elə belə gəlin lazımdır da. Bu. Sən onun üçün evdə qalmış, əli oğlan əlinə dəyməyib də, Eldar. Yox, mən onu söz verəmmərəm. Nətər yəni? Əli oğlan əlinə dəyib. Nətər ya? Bu əvvəl qol güləşi ilə məşğul olur. O Ruslan Ahiskalı var, yekə. Bax, onun tələbəsi olub. Nə qədər məşq ediblər. Ona görə deyirəm ki, qardaş, mən görsən söz verəmirəm də sənə. Lap əla. Nətər lap əla? Eldar, lap əla. Mən elə sözün deyən gəlin lazımdır. Bəlkə mənim oğlum içib gəlib buna əl qaldırmaq istəyəcək. Bursun fəndə salsın da, qarşılıq versin da bile. Bax, sözünə, əslində bax, düzün deyəcəm sən, sözüm yoxdur. Söz xiridarıdır. Bütün meyxana məclislərində başda oturur. Nə danışır? Bəs də, gecə saat 3-də evə gəlir, 4-də evə gəlir, ürəyinə vaxtəsə evə gəlir də, başa düşürsən nə deyirəm. O 1 manatlıq taksilər var, Koroğlu'dan get. Hamısı bunu tanıyır. Nə danışır? Hamısı.
Bax qardaş, ona görə də Qəzənfər, mən istəmirəm səni məcbur eləyim ki, ay Qəzənfər, mənim qızımı al. Narahat olma qardaş, mən incimirəm bacı. Siz gedin bayramı öz evinizdə keçirin. Başa düşdüm ki, istəmirsiniz. Buyur, yaxşı yol, gəlin. Eldar, Eldar, deyən, bir deyək. Sən bilmirsən, mən meyxana xoşlayan ha. Ölürəm meyxanadan yana. Mən nə qədər qafiyə açmışam evdə, deyən olmayıb, qalıb ortalıqda. Hansı papağımı çıxardırsan, içindən qafiyə tökülür. Bir dənə deyən yoxdur. Gəlin, elə oturarıq, gəlin qaynata qarşılıqlı dəyirik də. Doğru, bir dəqiqə çox üzr istəyirəm. Mən bir dənə qızımla bir söhbətim var. Ha, elə. İcazə verərsiniz bir söhbətə. Qızım, bir dənə zəhmət olmasa gəlirəm. Qaynana. Sən çox irəli gedirsən, bir sakit deyən, elə bir şey eləmək lazımdır ki, başa görürsən, mən nə qədər istəyirəm getsinlər, getmirlər, elə deyirlər, alırıq. Ver gedim dana, suvenir mi eləyəsən məni, ver gedim. Nədir? Sən o həvəs, ay qız, qulaq az, elə bir şey elə ki, onların gözündən düş, çıxıb getsinlər. Nə varım mı? Ay, bax mənə, icazə verirəm, nə istəyirsən elə. Başda şillə vurdu. Dur. Bax, görürsən Qəzənfər, mənim qızımda bu xasiyyətdir. Hər gün məni döyməsə ürək sakitləşmir. Mən deliyəm. Evdə qalmışam, başımı itirmişəm, bilmirəm neyini. Yaxşı, qızım, yaxşı, bala, belə yerdə deyirlər. Qızını döyməyən dizinə döyər. Amma mənim qızım dizi ilə məni döyür. Bax, belə şey yoxdur. Neynədir, nə bu sənin siladı? Bax, qardaşlar, bax, mən ona görə deyirəm ki, Qəzənfər, bax, qardaşlar, mən bilirəm ki, incimirəm səndən, küsmürəm səndən, bax, belə yavaş-yavaş gedək qapıya tərəf, oradan da siz gedin öz evinizdə yeni ilinizi keçirin, qardaş, məndən qəti narahat olmayın. Eldar, sən nə narahatsan? Baba, belə deyəndə onun gözünün içinə baxma. Gözünün içinə baxma, quduz it kimi bir şeydir. Bax, inan, tutduğu yerdən də dişi dişinə dəyməsə buraxmır. Bax, mən deyirəm, quduzdaşarsan, eləyərsən. Onu oralara bir yerə bağla, bir söz deyəcəm. Super oldu bu. Nə super, ay deyirəm, itdi. Mən çoxdan da özümü elə pitbull kimi bir dənə gəlin axtarım. Eşidirsən? Bağı tikib qutarmışam axı. Dam boşdur. Aparın bunu damda, evi də qorusun, əla. Oğru zad girənməyəcək. Nə pisdir ki? Hə, yaxşı. Nədir? Mən bu ailəni bəyəndim. Nə? Mən hə deyirəm. Nə? Mən özümü verdim, getdim. Getdi. Mən ona öz ürəyimi verdim, getdi. Ay qaynana, gəl bir dənə bu yan tərəfə, bir dənə sakit dur. Verdim, getdim, nədir, bir sakit dur da. Alan razı, satan razı. Gedirəm cihizlərimi yığım, davay. Ay qız, sən cihizlərimi 30 il bundan qabaq mürdəkirə vermişəm, dəmə. Vay dedəm, vay. Diyanayı durduğum yerdə qaynanamı da ərə verir. İndi belə çıxır ki, Qəzənfərin oğlu mənim qaynatamdır. Sən neynədin? Qız oldu ne? Nə bilim az, üzüdən utanıb da, bilmirəm. Özüm alacaqdım, oğlum aldı. Mən də gələndən itin sözünü deyirəm, udurlar. Az demişdin, oğul əvəzi kimsə çağırmışsan. Nə oldu, o harada qaldı? Nə bilim, gələrim. Üzə düşdü, canım üçün. Desə sən al, alacam. Bayramımız mübarək. Kimdə mənim atam? Mənəm. Anam kimdə? Mən. Mənim atam anam var, mən niyə küçələrdə dağılmışsın? Mən niyə küçələrdə qalmışım? Bura sosial derişdə öyle, mənim evimdə nə gəlsin, bura çıxmar. Kimdə bu? Bizim oğlumuzdur. Oğlumdur. Az tapa məhləm bomujunu tapdın, oğul əvəzi. Neyini, mən ucuz bu gəlirdi. Ucuz nə qədər? Bir çubuşa. Az pulumuz var, bir də 5-10 manat verib normal adam çağırardın da. Pulu çöldən tapmamışıq, onsuz da qız almayacaq. Pulu çöldən tapmamışıq, bunu çöldən tapmışıq. Duramır ya ayak üstə. Ata! Sağ, gəlmə üstümə, bu nə deyil, Ata! Bu nə ceyimdə, bu nə licimdə. Bu ən qəşəş ceyimimdir.
Paltarlarımın arasını seçtim. Seçtim. En qəşəngini tapdım, girdim. Ən qəşəyi budursa bunun ən pisi nədir bala? Lüt! Qəzənfər, abi sənin oğlun yaxşı ki, ən pis vəziyyətdə gəlməyib bura. Görmürsən, içib tıx-tıx xanım olub. Hayırdır? Mama! Uzaq dur mamandan. Nədir qardaş? Eldar, mən səndən gizlədənməyəcəm, qaqa. Mənim oğlum vurandır. Ona görə bilirəm, sən qızı bədbaxt eləmək istəməzsən. Qoy biz gedək bayramı öz evimizdə keçsinək. Arratdu gedək. Gedək. Gəl. Başqa şey deyiləm, Qəzənfər. Nə deyirsən? Demir, sən oğlun burandır. Ay, nə qəşəng. Yeyibsən oğlandı da. Yeyibsən oğlan, yamar olmaz. Yoxsa yeyibsən oğlan. Belə, qazlara topu. Yeyibsən oğlan. Hə, bu qızını soğuşturmaq üçün hər şeyə razılaşdı. Az şey sotun eləyək. Bəli. Gözüm elə işləyirsən, evin zalım var. Az yaxın oturma. Ay oğul, o sualı mən sənə verməliyəm. Belki sən işləyirsən, işləmirsən. İşləyirsən, haradasan? Biz də sizlə məşğuldur. Vay, nə biz desinlə? Butulka tapıb satıram. Qəzənfər elə yaxşı oldu. Mən də bu evin padvalında bir 500-dən çox butulka var. Heç bilmirdim o haratı. Nə danışırsan? Çox istəyirəm. Üstürəm, o sərvəti mənim adıma keçidə bilərsin. Niyə vermirəm ki, sabah gəlin atarırsa bir dənə qolsa ki, butulkalar götür apar. İylənir, oğlun iylənir. Pəncərə buradadır. Buradadır, pəncərə o deyil. Eşidirsən? Valeriya, partlatdıq. Apteka son. Aç stola son. Dimyada delən gəlsin. Nə tərə dim ölüm. Dima görmədi bu xoş günləri. Dim ölü, hə. Düzəllər xoşbəxtlik pullanır. Ay, ya, sən Səndən gizlədənməyəcəm, Eldar. Denə, Bu boş olan kimi dostların yığıb gedir, alqaşlıq eləyib. Eşitsən, kimisi də öpdü. Hamamans tərəfdə, o əskəritə kimi girək bir yerdə çimək sardı. Mən də əskəridə olanların hamısı danışmayaq da. Eşitirsən məni? Mənə bax, sən oğlun əgər belə içənətə dostlarını yığırsa başına, deməli dost canlıdır, mənə qəbuldur. Dostum. Heç olub ki, təkcə oturub litrovkanı vurduz. Görsən. Qəbuldur, qardaş. Mənim üçün heç bir problem yoxdur. Qoy biz gedək. Hara gedirsən? Qızı bədvaxt eləmə. Yox, narahat olma. Bir də başqa şey deyirəm. Bir də zəhmət olsa bir oğlanla bir iki kəlmə sözüm vardı ona. Oğlum, de görüm, indi olardı, bax, alındı. Bir də hə dedik, qızımı aldın, apardın. Amma bir ildən sonra toy olacaq. Niyə ki? Deməyə yaz saxlayır. Olsun. Yaxşı eləyir. Bəs yaxşı, sən bu evlənəndən sonra bir il keçsin, 2 il keçsin. Qızımı harada saxlayarsan? Mənim evim zibil kimidir. Nətər başa düşmədim? Mənim şəhərin hər yerində evim var. Məsəl üçün harada? Nərmanov parkın yanında, Nərmanov heykəlinin yanında, Nərmanov metrosunun yanında, Nərmanovun ev muzeyinin padvalında. Bu maşallah nə qədər evin var sənin? Bəs yaxşı, sən bu qədər evin var, sənin bir dalında kim dayanıb? Mənzil istismar kommunal idarəsi sahibi. Bütün zibil qavurları mənim evimdir. Qəzənfər, qardaşı səbir sözlüsü. De. Mən belə baxıram ki, oğlumun evi də var, eşiği də var, dalında adamı da var bunun. Qardaş, qızı verdim, getdi, xeyirli olsun. Allah xoşbəxt eləsin. Allah xoşbəxt eləsin. Abi, bir dəqiqə dayanın. Siz necə bomboşla kaftar evləndirməyə razısınız? Bir dəqiqə! Mən kaftar deyiləm. Sən bu cümlədəki bomuşsan. Bir dəqiqə, kaftar qızdır. Mən bu saf bədəlimi o qıza verəm mənə. Mənim damarımda 5 spit daxili, mən dezinfeksiya olan adamam. Mumiyalanmışam, evet. Mumiyalanıb nə qarşımda durursa. Ata! Bəsdir bu qədər oyun oynadın. Bu kimdə? Bəli, mən nə eləmişəm? İstədiyim oğlanı çağırmışam aşağı. Dükan adı ilə düşəcəm onun yanına. Sonra gizlin şəkildə biz onunla bir yerdə qoşulub qaçacağıq. Heç kimin də xəbəri olmayacaq, heç sənin də.
Bu ne saf kız deyib. Planlı da deyir ya. Ha, sən nətər qasasa bir dayan görüb də görsəni. Eldar. Bəli. Qızım nədir? Sənin qızın budur. Bayaqçı kim idi ha? Boy, kız budur. Eşsən məni, Qəzənfər. Mən səni alladanmaram. Biz neçə il əskərlikdə bir yerdə o qalsın bir yana. Hə. Bax, bu mənim qızımdır. Düz deyirsən. Amma bax, o birisi bayaqçı, qaynanam idi. İndi məsələ odur ki, qardaş, mən sənə yox deyə bilmirəm də. Bu söhbət açıldı. Bax, indi gör necə rahatçılıqla deyirəm. Yox, 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 yox. Başa düşdün. İçim rahatlaşdı. Ha, kız budur. Ha, budur dana qız. Ha, bir dəqiqə dayan görüm. Ben buna ha deyirəm. Şalvar qıraqada. Ha, bir dəqiqə dayan da. Qəzənfər, amma sözün düzünü deyəcəm. Mənim sənin bu bomuş oğluva verəsi qızım yoxdur. Sən də bir dayan görüm. Bu mənim oğlum zadım deyil. Mən də üz-üzdən utanmışıq deyə dedim gəlim elçiliyə. Biz də heç istəmirik. Uşaqlar bir-birini tanımır, eləmir. Nə dəxil var bunlar evlənsinlər. Məhəllədəki bomuşdu. Bunu oğlum kimi gətirmişəm ki, sən qızı verməyəsən. Sən də bir yaxdın elə verdim getdi. Qızı zibilliyə verirdi. Ne belə şey yoxdur. Səni başa dönüm mən də. Nə bilim, ay Qəzənfər, qızım, sən keç o yan tərəfə. Ata vələr imtina elədi. Ha? Cabra, qızım. Həyat verəlim o. Qəzənfər, bax, qardaşın səbidən söz desin də, bax. Deməli, hər şey yalan idi. Xahiş eləmirsə deyin ki, o butulkalar düzgün. Narahat olma, o butulkaların hamısını mən sənə vermişəm, gedib. Divanın ruhu şaddır. Eşitirsən məni, Qəzənfər. Bax, qardaşlar. Nurcan. Elcan. Mən qapının ağzında qoşdum, nə çox vurandı. Qapının ağzında qoşulub qaçmaq üçün səni gözləyirdim. Səs eşitdim, qorxdum, gəldim. Sənə birdən nəsə olar, nəsə olub sənə. Yox, narahatam, hər şey yaxşı. Nə qarsan ha sən? Gəlmişsən emin içində qızımın əlindən tutursan sən kimsən ha? O Elcan'dır, biz birbirimizi sevirik, evlənəcəyik. Bana ver görüm onu, Elcan. Bu nə damla qapat? Elcan, nə işin var burada, Elcan? Ata? Ha? Ana? Oğlum? Buna da Braziliya serial ki. Guadalupe, Kermodiera, Guillermo Davilas, Ziggy Sanchez, Alberto Morales, seriale Mil Evrak. Eklemel. Orada bir şey var idi, Vicky. Arvat yanımdadır. İndi deyirsən ki, belə çıxır ki, onda mənim qızımın sevdiyi oğlan sən oğlundur. Eləymiş. Görürsən, əskərlikdə necə söz vermişdik, sən demə bizim qismətimiz beləymiş. Ay Qəzənfər, qismətimiz beləymiş. Çox yaxşı oldu amma Qəzənfər. Sənin oğlun mənim qızımın sevdiyi oldusa, çox yaxşı oldu Qəzənfər. Mən səni təbrik edirəm, xoşbəxt olsunlar. Mən hazıram, gedək. Roza! Tahir! Mənim nakam Məhəmmətim. Roza, mən 70 il, 6 ay məni qoyduğun Nərmanov parkının yanında çürüyürəm. Mən küçələrə düşdüm, bomuş oldum, Roza. Tahir! Mən atam zorla verdi başqasına. Qoşuldum, qaçıttırdı beni. Lapet sənsən, Roza. Bu nə deyə gəlir səndən? Roza. Belə görürəm, sən yeni ili tək qalasın, qaynana da gedir. Qəzənfər, deyirəm, bu işə bir əncam çəkmək lazımdır. Nə edəyək? Nə edəyək deyəndə ki, bu adətimiz var, ənənəmiz var da. Buyur. Gərək ki, belə deyirlər də. Bağ bizdən, təkər sizdən. Bostan bizdən, qənd sizdən. Nə bilim, çörək sizdən, maz bizdən. Qızlar sizdən, onlar da bizdən. Bir dəqiqə dayan, sən sözümü canın deyinə görüm, sən nə demək istəyirsən? Yadımda qalmır da o atalar sözü. Gəl bunu sadə izah edeyim. Ay Qəzənfər,
Qaynanan Rozanı məhəlləmizin bombucu Tahirə istəyirəm. Salam aleyküm. Aleyküm. Salam qarar. Qızın Nurcanı da oğlum Elcana istəyirəm. Nə deyirsən? Mən sözünüzü bu arada indi mən kiməm ki, mən nə deyim? Birinci görüm elə qızlar nə deyir? Qızlar nə deyirsiniz? Elə o vaxtdan özün hörmətin olmadı. Mən kiməm ki, nədir? Atasan da de. Yox, qoy deyim də. Qızlar nə deyirsiniz? Sən nə tər məsləhət bilirsən, sən yapsan. Roza. Bunlar hazırdılar, Qəzənfər. Demək onda, əgər bu gənclər... Sənə başlayamaz gülürsən. Ərə getdiyinə sevinir bu. Ərə gedirəm. Səhlə başlayarlar çölürəm, dişlərim çöldə. Demək, onda mən belə başa düşdüm ki, Qəzənfər, bu gənclər, bu gənclər tam da gənclər deməyək, bu gənclə o ahıl razıdır. Əgər onlar razıdırlarsa, mən heç də deyə bilmərəm. Xoşbəxt olsunlar, verdim, getdi. Vırdım, getdi. Nurcan. İlcan. Eylən. Mən çox istəyirəm, mənim dünya varında gözüm yoxdur. Zibil işim pulum var. Amma çox istəyirəm, o putulkaları verəm. Putulkalar sənə qurban, bir dənə elə daha deyirəm, gəlmişkən. Gedək bir kömək eləyin, o putulkaları yığaq, aparaq verək geçsin. Gəlin. Gəl. Quda olduq axır ki, hə? Quda olduq axır ki. Necə idi? Sizin nəvəviz çempion olub, dedim. Hardadır? Hardasan? Ay maşallah, dur görün bir ayağa. Ay medallarınla gəlib, maşallah. Çəkin olmalı. Adın nədir? Mahir, təbrik edirəm səni, Mahir. Maşallah. Əziz dostlar, daha bir musiqili qonağımız var. Sizin alqışlarınızda. O kimdir sizə deyim. Deməli, müğənni, bəstəkar, aktyor, komedyen, senarist, Ceymil alqışlarımız da gəlir. Hər birinizi salamlayıram. Bayram axşamı, bəli. Bayramımız da mübarək, qarşıdan gələn bayramımız da mübarək. Cəvil tanrıza cəvili ver, bayram axşamı, bəli. Televiziyadan çox sağ ol Erkin. Televiziyadan izləyən tamaşaçılarımızı da salamlayıram. Bayramımız mübarək. İnşallah bundan qat-qat gözəl illərə çıxaq. İnşallah. Amin. Bütün heyətdə salamlayıram. Burada kim qaldı? Burada oxuyacağım mahnını ilk dəfə oxuyuram səhnədə. Ekskluziv, əziz dostlar. Çünki dünən hazır oldu. Dünən hazır olub hətta. Bunu mən də eşitməmişəm, əziz dostlar. Mənim üçün də sürpriz. Biraz qəmlidir. Düşündüm ki, bütün telekanallarda şən mahnılar oxuyacaqlar. Şən də oxumaq lazımdır məncə. Amma mən bir dəyişiklik istədim eləyim ki, yeni ilə tək girən insanlar da var. Onlar üçün də bir mahnı. Var burada tək girən. Kimdə əlin qalır? Heç kim dinləyəcək. Bir nəfər. Orada xanım qaldırmaq istədi, yanında belə eləmə. Alqışlarımızla Cəmil gözəl bir ifası ilə bugün bizi sevindirəcəyiz dostlar. Gülüşünlə dolan otağım, gəlişinlə gül olan bağım, gedişinlə dilim dodağım, qurudu boşaldı yandı. Kaş yanımda sen olaydın, körpə kimi sarılaydım. İslərimlə, könlümlə yox, saçlarımla oynayaydım. Qəlbimdən çıxdın, getdin, mən çox üzüldüm. Sənlə getdin.
getdi bütün özəlim. Şam kimi əridim, bitdim, yerə süzüldüm. Zaman lazım idi düzəlim. Qəlb evimdən çıxdın, getdin, mən çox üzüldüm. Sənlə getdi bütün özəlim. Şam kimi əridim, bitdim, yerə süzüldüm. Zaman lazım idi düzəlim. Kaş yanımda sen olaydın, körpe kimi sarılaydım. Hislerimle, könlümle yok, saçlarımla oynayaydım. Kalp evimden çıktın, gittin, ben çok üzüldüm. Senle gitti bütün özelim. Şam kimi eridim, bittim, yerə süzüldüm. Zaman lazım idi düzəlir. Qəlb evimdən çıxdın, getdin, mən çox üzüldüm. Sənlə getdi bütün özəlim. Şam kimi eridim, bittim, yerə süzüldüm. Zaman lazım idi düzəlim. Çox qəşəng mahnıdır. Bəyəndiniz? İstəyirəm ki, bu səhnəciyi sənlə bir yerdə təqdim edək. Deməli, bizim bu səhnəciyimizdə belə qəribə bir situasiyadır, əziz dostlar. Ailədə o mehribançılığı, necə deyək, o istiliyi axtaran bir balaca uşağın hekayəsidir əslində və xüsusi bir möcüzə baş verir ailədə və onun problemi belə həll oluna bilir. Alqışlarla cəmli gəlin yola salaq, əziz dostlar. Sağ olun. Necə, keyfimiz necədir? Yorulmamışıq. Allah. Alqışlarla səhnəcimizə keçid alırıq. Bu qədər qarlı dağlar aşasan, çox ellər dolaşasan, gəlib bir dənə yolu keçə bilməyəsən, hə? 2 metr o tərəf peşaxol idi də, gələk özü atardım mənim maşınımın altına, hə? Bu yeni il axşam mənim başıma gələnə bax bir dənə. Şaxta baba vurmuşam, elə. Aç ki. Lənət sən şeytan. Oyan aç ki. Heç çosa belə eləmir, ya. Çosa neynəsin sən belə eləyincə? Çosa neynəsin? Yılsın bayram xolcasın, keçələ toy eləsin. Mən nə danışıram? Ağzıma gələn danışıram. Oyandan, aç ki. Ölmədən olar. Gəlmisən Fariz. Yenə hansı alkaş dostumu vurmusan qoltuğuma gətirmisən evə? Vurmuşam. Yenə? Ne olmuşdu? Qoy bir bayram başlasında səhərin gözü açılmamış vurmaq olar. Az elə yox, maşınla vurmuşam. Parkovkadan çıxırdım belə. Elə biraz getmişdim, gördüm səs gəlir. Atdı özün şaxta baba maşının altına. Sən cinayət işləmisən, Fariz. Mən başsız qalacağım, səni tutacaqlar. Mən başqasına biznesmenə ərə gedəcəm. O mənə səndən yaxşı baxacaq.
olmayacağım. Mən belə baxıram, sən planı qurmusan. Maneçiliyi törədən bir əmələm bu situasiyada. Fariz, ana qurban, başıma dönərəm. Vurma, bax, vurma. Boşama. Bu bayram günündə aparıb atasının xarabasına qoyma gəlini. Başıma dönərəm. Nə döymə, nə boşama. Döymə ha, vurma, yaxşı? Qurban olaram sənə. Mama, sən niyə bir şey olmamış smoklovu gətirib mənim əlimə versən? Xamırdır bu. Hər dəfə mən tündə açıram, bunu gətirib verirsən mənim əlimə. Ala. Qaynana mənə niyə vursun ki, oğlun hazır Şaxta babanı vurub da maşından? Nə? Baxsı, ta deyək ki, evimiz yıxılıb ki. Ha? O yana yeri. Hadi, yaxşı girəmədi. Mənə bax, at onun üstünə. Arvadın üstünə. Mən şahid duracağım. Patrulyalarını da çağıracağım. Sən tərəfdə olacağım. Özüm ölüm. Sonra deyirsiz ki, niyə içirsən? Bu evdə ayaq başdan yaşamaq olar. Haddətə var. Vururdun. Heç olmasa kosadan, mən nə bilim, keçəldən birini vurardın da, özümüzünkidir. Yoxsa antiklakosdur, nədir? Onu vurmuşsan, o da xaricdir. Gedib səfirliyə şikayət eləyəcək. Kəklikdir bu. Elə də deyir, qaçqaldaqdır, kəklikdir. O bovluyuram, quşquşluyuram. Qəst eləmişəm. Nədir bala? Nədir? Bu nə səs-küy salmışsınız? Bu nə diviziyeniyadır? Bu nə kanetel salmışsınız? Bu nə bespridellikdir? Yatanmıram mən içərdə. Hədə, rəyə. Yeri get, aneyin pal-paltarını yığışdır. Gedir inşallah, içəri. Mama, sağ ol. Sən də qoşuldun bizim kuruğa. Sən hansı kuruqdasan ki? O kuruqda. Nəylə vurmuşsan? Sən onu deyin, tapanca, şoşka, nə vurmuşsan? Mən vurmuşam, maşınla. Sən də bu problemlərim qutarmadı da. Deyərdin, rişat eləyərdim da. Mən nə günə dayanmışam burada. Həll eləyərdik söhbəti, qutarardı, çıxardı gedər. Şəkilinə yaraşır. Oğlum, sən bilirsən ki, mən səni böyüdənə qədər nə əziyyətlər çəkmişəm. Yeməmişəm, səni yedizdirmişəm. İçməmişəm, səni içizdirmişəm. Həyatımı sənə həss eləmişəm. Lola, sən üstümə götüb getdin. Osta, sən axırın içərilikdir, sən qaçmışsın. Ən böyük ağzımdır, gel. Belə ata olar, hə? Ata, bu nədir, neynəmişsiniz? Getdim mənim qırmızı donlu Santa Claus'um. Mən neynəyəcəm? Kimi ho eləyəcək? Hadi, bırak. Sən heç öz baban öləndə bu qədər ağlamamışdın. Ne uşaqları yığıb palatqanın qabağında futbol oynayırdınız? Nə olsun, mən vurdum qolların hamısını babama əsr edirdim. Nə tər o qolları babava həsr elədinsə, axırıncı qolu da palatqaya elə vurdun ki, babavın şəkli düşdü mollanın başına. Məhsiz açsan əsən, kes səsivi görüm. Burada daha böyük problemimiz var. Baxın, görün o özünə gəldi ya, yox, bir baxın da buna. Şaxta baba, dur, get laplan deyədə yat, dur ki, o qutardı qalarım, dur. Şaxta, buy. Oyandı, ayıldı. Oyandı. Dur, Şaxta boyandı, hə. Sən olub. Şürə. Bura hardayam mən? Qardaş, deməli sən Azərbaycandasan. Onu o dedi, sən nə deyirsən? Qardaş, deməli sən mənim evimdəsən. Mən öz vaxtım maşının altında sənin maşından vurdum. İndi bayramdır da, qoy zəhərimizi yeyək, stalişnimiz adımızı yeyək, bu bayram keçsin. Sonra indi bir şey deyərik də, bizi polisə zada verməsən can. Narahat olmayın, mən əsl Şaxta babayım, mən ölümsüzəm. Deyəsən, bək dəyib ha. Bəhsat dəyməyib, deyirəm ki, mən əsl Şaxta babayam. Başa düşdün, əsl. Əsl Şaxta babasan, hanı sənin maralların? Maralı Targovda saxlamışdım, səndə orada da maral saxlamaq olmazmış, onu evakuatora qoydular, apardılar. Niyə məhz Targovda saxlamışdın? Bu üçüncü maralımın böyrəyində daş var idi deyə sağa çəkildi.
Mən də elədən məcbur oraya nasıl oldum da? Qulaq as. Hı. 40 qradusdan yuxarıdır. Nə 40 qradusdan yuxarıdır? İçdiyin. Nə səy-səy danışsan, sən bu məndən betər vurandı ya. Nə danışsan, nəsə? Ata, niyə elə deyirsən? Bəlkə doğrudan Şaxta babadır. Də qutar hə. Şaxta babasan sən. Şaxta babayım özü əslindən. Mən bütün uşaqlığımı sənə məktub yazmışam. Hani? Cavab vermişsən, hani? Mənə yazdığım məktub. İndi bir dəqiqə gözlə. Ala. Bu deyim, mənə yazdığım məktub buradadır. Məzələnmə. Al. İndi bir dənə qulaq as. İndi qulaq as deyəm. İndi oxuyum, sən də bax. Bəlkə arvad uşağın yanında Yox, elə arvad uşağın yanında, bu ailəlikcə hamının yanında oxuyacağım. O ikinci abzası oxuma. Ay qoca! Bax, bu nədir yazıbsan? Ayıbdır öyle. Bu qocadan sonra bu nədir yazıbsan? Onu təzə öyrənmişdim bağçada. Elə dedim, birini sənə deyim. Yaxşı. O məktub səndə nə gəzir? O məktub evdə olmalıydı. Dedim, gəlib çıxıbdır. Nə tərsə gəlib, nə tərsə olub, gəlib çıxıb. Mən indi oxuyuram. Gələndə mənə oyuncaq, limonat, kojik, zırpaket, atama siqaret al. Bax, mən buna nə cavab yazım? Məsələn, mən dükana göndərsə, yoxsa mən Şaxta babayam, mən? Paxan, sən yaşayışın olmayıb ki. Şaxta babaya zada inanırsan, Hadi uşaq idik də. Ay, bu gəl. Sən də məktub oxuyacağım. İnanınız Şaxta baba, gəl bura. Hə, Şaxta qaqaş babaş. Mən bu sözü deyəmədim. Bugün bütün günü məktubda bu sözü deyə bilmədi. Şaxta qaqaş baba. Dedim saxla. Şaxta qaqaş baba. Bizim yaşayışımız bəllidir. Biz məktubu yazmırıq, biz maksimum strelka atırıq. Strelka atırsan? Yaxşı, gəl oxuyum, sənin də məktub oxuyum. Yazıbsan buradadır. Al. Oy! Şaxta baba! Qulaq as, ey! Maşın al! Hər şeyi başa düşdüm. Bu səsi məktuba nətər yazıbsan? Nə oldu, bala? Fofla çıxdın? Belə nə olar, Şaxta brat. Maşın nə oldu, Onu bildi, maşınanı. Maşın al yazmamısan, Maşını al yazmısan. 98-in teşkasını soxuşdurdun, Özdə deyirsən, içində söyülməyib, nə bilim, belədir, belə təzədir. Səninki də yaşayış da öyle. Sən də gəl bura. Bunun da məktubu gəlib çatıb. Arvad. Bədən şəkilləndirmə. Məktub 1, salam. Məktub 2. Necəsən? Sən mənə WhatsApp-da nətər yazsan, məktubu da elə yazmışsan. Bir. Məktub 3, hardasan? Məktub 4, 5, 6 hamısı töküldü. Dayan. Məktub 4, neynirsən? Hardasan? Bax, mən buna nə cavab yazım? WhatsApp-da yazışırsan. Hələ, ürəyin dözməyib. Axırda da əsəbi smalik göndərmişsən. Bax, bu nədir? O əsəbi smalik deməkmiş. O hər onu atanda mən də pomidor alıb gətirirdim. Hamısı bekarçılıqdan imiş. Görsən əsəbləşirəm də, niyə cavab yazmırsan? Onu dedim də, elə bir WhatsApp-da yazışmaq gözləyirsən məndən. Nə bax, qurban olaram sənə, oğlum. Bu, boşanma ərizəsidir. Sən buna qol çəkmə. Qoyma ailən dağılsın, gül kimi ailən. Tarixi də qoymuşsan, arvad. Nöqtə qoymuşsan, qol çəkiləsi yerə. Bir nə ayırım? Görmürsən? Götürüb Şaxta babaya məktub yazıb, boşa getsin. Qoca kişidir də, məktub yazıb da, nəvə kimi məktub yazıbsan. Elə hər şeydən bəhanə axtarsan. Gəl, sən də məktub oxuyum, sən də yazıbsan Şaxta babaya, gəl. Şaxta qardaş,
Şaxta baba, yəqin balaca olanda yazmışdım. Fərqi yox, nə vaxt yazsan gəlib çatıb. 1 kilo kartof, 2 kilo un. Nə? Yox, bunu şaxta nənə yazıb evə qaydanda almalıyam. Bu məktub başqa məktubdur. Sənin məktubun bu deyil, tozlu zaddır. Yavaş. İndi də nənənin yazdığı məktubu oxuyayım. Oxu görüm. Əziz Şaxteyi Babə. Firqətindən dilbəra könlüm pərişan oldu gəl. Qıl kimi cismin az dərdi haram oldu kəlağayı əlmağan eylə gəl. Yaxşı. Bu əruz vəznində məktubu mənə niyə yazmısan? Mən bir dənə əruz vəznində bilən meyxalatı tapmadım ki, məktubu tərcümə elətdirdim. Yaxşı, yaxşı. Biraz yavaş, qağa. İstənmə. Biraz qulaqlarım kar oldu. Qışqırma. Ata, buna baxın. Nə olub ha? Ha bizim televizyon niyə pərdə ilə açır? Hörmətli tamaşaçılar, son dəqiqə aldığım məlumata əsasən sizə bir dənə xəbər demək istəyirəm. Deməli, hal-hazırda, bir dəqiqə, deməli, hal-hazırda hörmətli tamaşaçılar, Targovoda, Fəvvarələr meydanında Şaxta Baba peyda olub. Və şok bir şey. Və Şaxta Babanın marallarını, özü isə marallarını cərimə meydancasına aparıblar. Bir dəqiqə, oldu. Hörmətli tamaşaçılar, izləmədə qalın. Nəfəs ala danış, nəfəs ala danış. Çox sağ olun. Yeniniz bayram mübarək olsun, hörmətli tamaşaçılar. Sən də orada Şaxta Babasan. Və bayaqdan nə deyirəm? Sən arzular zadı yerinə yetirirsən, hə? Mən arzular da yerinə yetirirəm. Qulaq, mənim bir arzum var. Sən elə eləyə bilərsən ki, mən həm evli olum, həm subay. Necə? Evli uşaqlar çağırır çölə, içməyə zad. Orada subay olum. Evə girən kimi risk evli olum. Yer gedişinlə məşğul ol, hə? Bu nə istəkdir, bu nə arzudur, hə? Nə olur, yeyib içməyə görə deyil. Yer işinlə məşğul ol, hə? Şaxta baba, başıma dönərəm. Mənim arzum balamın xoşbəxt olmağıdır. Ayrı heç nə istəmirəm. Onlar boşa getsin. Az mən asan xidmətdə işləyirəm, yoxsa Şaxta babayam? Sən nətər Şaxta babasan, Hayf dölü o vaxtın Ded Marozları. Nə deyirdin, yerinə getirirdilər. Dedin onlardan istə. Şakı. Bəri dur gör. Çök. Deməli, mənə bir dənə Niva. Bir dənə də butalı saroşka. Bir dənə də 2 kisə sement. Sementi nə insan? Onu qoyacam bagaja, peradok verəcəm belə. Göyə baxa-baxa gedim də. Əssəy, mən özüm xizəklə gəzirəm, Sən Niva verən həmən. Şaxta baba, sən bura gəl, bura gəl. Şaxta baba, sən elə eləyə bilərsən ki, mənim bu qaynanamın dili, ağzı bağlansın, bir də iyi bilmə qabiliyyətini itirsin. Niyə ki? Hansı evə köçürük, iğniyə gəlir, tapır evimizi. Bir dənə koronada biz yaşadığı biraz sakit, onda da iyi da bilmirdi də, itirmişdi iyi bilməni. Ha, siz dəlisiniz, hə? Ha, bu nə elədə, mən düşmüşəm. İndi başa düşdüm mən niyə hər gün itirəm? Başa düşdüm. Ha, bu nə istəklərdə, məndən istəyirsiniz? Ay, əvvəllər bir Şaxta babadan bir mənəvi nəsə istəyərdilər. İndi hamı maddi istəyir. Hamı özünü fikirləşir. Bir fikirləşirsiniz ki, bu istədiyiniz istəklər nədir? Dəli olmuşsunuz, sizin başınız xarab olub. Özə deyirsiniz ki, il-ildən pis gəlir, il-ildən pis gəlir. Il-ildən pis gələr də, hər şeyi pis eləyən özünüzsünüz. Baxşı, bilirsiniz nə var? Elə mən belə şeylərə görə keçmək istəmirəm də 2026-cı ilə. Necə keçmək istəmirəm? İstəmirəm də, keçmək istəmirəm. Buna da keçmirəm, hə? Keçmirəm də, keçmirəm. Baxşı, keçmirəm. Qalıram 2025-də. Buna əsəb Şaxta babadır. Bəs biz indi neyniyək? Keçmirsən, sən də qalsan 2025-də. Bu, Şaxta baba etmə, eləmə. Heç oğlansan, adam balasısan. Çek. Acələ. Dur Şaxta baba bir şeirdə kef açılsın. Dur. Səyləmə ha, şeirdir. Tez elə. Nəni sürüyorsun işləyir? Hadi, ona bir şeir öyrənməmsən sən məktəbdə. Dən görüm nə var idi orada. Çəkilin yola cama sən, deyirən hə? Yaxşı da.
Şaxta brat, şaxtacan. Abıstamat elə hardaydın bu vaxtacan. Qışda gəl, boranda gəl. Duxun çatır, yayda gəl. Başın çatmır sənin. Yaxşı ki, Şaxta babaya şeir dedi. Nəniyə dedi demədik. Deyim də. Nənə, can nənə, lapatqanı ver mənə. Gedin bağda işləyim. Uşağın əməlli zahid çıxıb. Dayan hə. Dayan özüm mahnı oxuyacağım. Süt kimi axyar ilə, gəl vuraq ciyar ilə, çoxlu araq ilə, lapli boy qonaq ilə, içəyleş olaq biz. Yeni il, günü yeni il, günü içək alqaş olaq biz. Yeni il günü, hey! Fariz, sən bir dənə ilə ayıq başla girməmisən hələ. Olan qalan keyfim də qaçdı. Mən girmirəm yeni ilə. Heç kim mənim fikrimi dəyişə bilməz. Ha, gəlin. Deyirəm, bəlkə sən də nəsə bir şey deyəsən. Bir fərasətini göstərəsən. Bir şeylə, gedir, girmir. Mən neynim axı, Fariz, bilmirəm axı mən nəsə. Elə ona görə soruşdum da. Bilirəm də. Bir dənə arvad boşaya bilmirsən. Fərasət yox, bacarıq yox, nə bilim, heç nə yoxdur. Allah özümə versin. Ah, sən? Ya Allah. Rızabil. Siz buna nətər ana deyirsiniz, hə? Ay baba. Hey. Bu nə mahnı sən tütə alırsan? Bu Titanic çıxar təzdən batar bu mahnı. Jack'in ruhuna hörmət eləmirsən, heç olmasa Rozanın 5 parmağına hörmət eləmirsən. Yox. Sənə profesional kömək lazımdır. Profesional yanaşma lazımdır. Get qonşuya, Vasifəmin çağır, o sənətkardır, o bilir nə qarmaq lazımdır. Yaman xoşum gəlir onun səsindən. Vasif müəllim gəlsin qoy. Yanmış bir adam. Sağ ol Vasif müəllim. Çox sağ olun. Vasif müəllim, sən sənətkar adamsan da, sən dünya görmüş adamsan. Bu əsl Şaxta babadır. Bu deyir, mən yeni ilə girmirəm, dirənib. Buna bir sən canım gör nə deyirsən? Yox, dirənməklə bilir ki, əsl Şaxta baba deyil. Əsl Şaxta baba, indi uşaqlar da mənimlə razılaşarlar yəqin ki. Əsl Şaxta baba o vaxtlar vardı, sonra yoxa çıxdı. İndi əsli Antakloskidir. Antakloski? Hə, əsli odur. Vasif müəllim, mən əsl Şaxta baba deyiləm. Deyirsən. Bəs bu nə məktubdur mənə göndəribsən? Nə məktub? Nəvə göndərmişəm, hə? Nəvə göndərmişəm? İstəyirsən məndən istədiklərimi də oxuyum. Hə, deyirəm. Oxu görək. Deməli, bir dənə Bakılı qız. Nə vaxt istəmişəm, hə? Havalanmış bir adam. 2 dənə papudu, bir dənə də şişləpə toyub. Mən istəmişdim. Siz istəmişdiniz. Telefonunuza zəng gəlir. Şişləpə toydu, mən getdim, sağ olun. Şişləpə toydu. O bir dənə şişləpə toyundan əvvəlki hamısını əllə elə daha o. Hamısını. Yox, bu alınmır. Mən keyfim açıldı, hər şey yaxşıdır, dedim, güldüm. Amma fikrimdə qəti qərarımdır, mən keçmirəm 2026. Ay dədə, vay, əşə düşdü ya. Məhəbbət! Məhəbbət, sən nə yazsan burada, məhəbbət? Hə, bir dəqiqə deyəm, burada bu evdə Starship qoymuşam, bacı oğul, bura gələ. Dayı, nə yaxşı gəldi. Nə aysan? Günə deyirəm. Çoxdan səni gözləyirdim. Elə burada burada. Bir dənə tema var. Onu dedim ki, ancaq ürəyimdə bayaqdan fikirləşirəm ki, dayım gəlsə, dayım rişat eləyər. Başqa da heç kim. Ay dünya, bilirsən, nənə, bilirsən. Məhəbbət, bu vaxt nə qarsan, nə buradasən? Sən üçündə ya, sənin başın üçündə məhəbbəti viriyeməyəsən, təyin edəyəsən. Məhəbbət lazım olanda bilir, ara gəlir, ara gedir, nətər gəlir, nətər gedir. Yaxşı, yadda saxladı, bu hələ yadda saxladı. İndi görüm nə olur. Girmir də bu. Təzə ilə girmir.
Bir hərif girmir, girənmirik. Kimdir ki bu? Bu əsl Şaxta baba. Əsl Şaxta baba? Hə. Doğrudan? Şaxta baba, bəlkə üstündə təsadüfən bir dənə 20 milyon. Başqa şey soruşdum. Gönə deyirəm. Sən əsl Şaxta babasan? Mən əsl Şaxta babayam. Sən mən istədiyimi eləyə bilərsən? Yox. Niyə? Çünki mən ancaq balacaların arzularını yerinə yetirirəm. Balacaların? Hə. Oy balaca, gəl bura. Gəl. Ay maşallah. Bir də gəlsiz daha ki, sən kimsən hə, Bolizanı? Balaca demədin, yeni il günü mənə nə çağırmız, ay məhəbbət? Bir də məhəbbət nə də, məhəbbət əmid dedin, yoruldu. Sən Balaca dözürsən, bax Balacasan, bildin? Biraz dala dur, sən gönlü deyirəm. Sən sənə bir dənə orijinal Şaxta baba göstərsəm, bir dənə 20'lik verərsən. Orijinaldır? Orijinaldır, kocadır. Qıraqdan belə yanılır, görəcəksən yanılır. Göstər. 20'lik ver görüm. Vaysa, o da baş Şaxta babadır. Orijinaldır. Onu mən bir yaxdan görürəm də, səni görməyimə ehtiyac yox idi ki. Deyəm bir dəqiqə, nəzə gül salırsan, nə olur? Onu mən görürdüm, Gör nə deyirəm, sən görürdün, sən bilmirdin o Şaxta. Sən elə bildin ki, bir dənə dayda, ağsaqqalca ki, o orijinaldır. Mən sən bəsərək gözünü açdım, mən getdin üstünə get, ürəyin nəsiri onda istə, qorxma. Şaxta baba, nə desəm eləyərsən, arzularımı istəyirlərmi? Yox. So, gəl. Hadi. Soruş yox. Niyə ki? Mənimki ancaq uşaqlarlandır. Mən ancaq uşaqların arzularını yerinə yetirdim. Gördün ya uşaqlarla. Məhəbbət pulunu qapdı. Məhəbbət nə de, məhəbbət müəllim dedin, yoruldu nə? Heç sən yavaş-yavaşdan sakitcə görüm. Bizlik döcə, nə pul da deyən görüm. Sən üstünə bəlkə təsadüfən lazımsız 20'lik olacaq, görüm bura. Hala de dayım, bütün gün dayım. Deyə vaxtım səndə dayıma. Şakı, nətər idi? Kefin açıldı, gördün dayım nətər divijuxadı. Həll elədi. Yox. Hə, buna da iştat keçmir. Mən keçmək istəmirəm 2026-ya. Ya bir şey soruşa bilərəm? Soruş. Sən hamının məktublarını oxudun, mənim məktubumu oxumadın axı. Ala. Sən də yazmısan əmi? Oxuyum da, sən də məktubu oxuyum. Biz billədik. Şaxta baba, mən səndən əşya ya da oyuncaq istəmirəm. Onsuz da bizim evdə çatmayan çox şey var. Səmimiyyət, diqqət, qayğı, ən əsası da biri-birimizə qarşı sevgi. Mən istəyirəm ki, atam ailəmizə qarşı daha qayğıkeş olsun. Nənəmlə anamın ulduzları barışsın. Biz birlikdə xoşbəxt yaşayaq. Qardaşım öz gəncliyini məhv eləməsin. Hamı biri-birinə sevgi ilə yanaşsın. Dünyada sülh olsun. Mən belə baxıram ki, bu evdə balaca sən deyilsən. Bu evdə ən böyük adam sənsən. Bax, mən sənin xətirinə 2026-ya keçirəm. Yaxşı, şükür. Amma bir şərtə. Hamınız razı olacaqsınız ki, bu uşaq məktubda nə təri yazıbsa, hamınız elə yaşamalısınız. Yoxsa keçməyəcəm. Razıyıq. Onda yeni ilə keçirik. Başlayın saymağa. 5, 4, 3, 2, 1, yeni! Bir yere dayanı. Sen bizim məhəllədəki Nadir deyirsən, Parkovski. Tanıdı. Tanıyacaq da saqqalını çıxartdı. Nə hoqqa versə? Hoqqa versiz deyəndə açığı bu uşaq dedi ki, bizim evdə mehribansılıq yoxdur. Hər şeyi mənə bu uşaq öyrədib. Özü də dedi ki, gəl bizim evə, səni elə bir özünü yolda at maşının qabağına, atam güya səni vurdu, gəl bizim evdə vəziyyəti düzəlt. Məktubları da hamısını gətirdi, bir-bir verdi mənə. Bəs o video gedirdi axı bu televizorda, o nə idi? Amma mən süni intellektləncə. Nəysə, təbrik edirəm, mən pulumu verim, mən gedim. Nə pulu? Pul nədir? Söz vermişdin də. 2 manat bəsin. 2 manat nədir? 2 manat nədir? 50 qəpik Yaxşı, onda mən getdim, hamınızı təbrik edirəm. Yeni il hamının evinə ruzi, bərəkət, xeyir gətirsin. Təbrik edirəm.
Hamımız bir yerdə həmlə olaq. Tək bizim evdə yox. Tək bizim evin yox. Bütün Azərbaycanın bayramı mübarək. Yeniniz mübarək. Bayramımız mübarək. Gəlin sən, aktyorları alqışlarla səhnəyə dəvət edirik. Gəl bırak. Və gəlin, hamı gəlsin, bütün heyət gəlsin. Gəlin bu heyəti alqışlayaq əziz dostlar. Necə idi dostlar? Əziz dostlar, bir musiqili qonağımız da var. Coşqun Viləş alqışlarınızla. Deməli, əziz dostlar, Sən Zarafat elə verilişinin yeni il buraxılışı sona çatdı. Necə idi dostlar? Yeni iliniz mübarək! Sən zarafat elə. İllər ötsə də yaşlansan da çalış ruhun cavan olsun. Həyata sıfırdan başlasan da qoyma keyfin yaman olsun. Dərdi qəmi at elə. Arada zarafat elə. Kədərini mat elə. Sən zarafat elə. Hər adamın yaşına görə sən zarafat elə. Hər yerdə başına görə sən zarafat elə. Hər adamın yaşına görə sən zarafat elə. Hər yerdə başına görə sən zarafat elə.